Təhsil qəzetinin baş redaktoru Müşfiq Çobanlı. Buradadır mı? Buyurun. Əvvəlcədən söz verdiyinizə görə minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edib bir neçə təklifimi bildirmək istəyirəm. Murtus müəllim, üzr istəyirəm ki, bəlkə də təkrar olacaq, ancaq hər halda redaktorların fikirlərini çatdırmaq yaxşı olardı. 20-ci maddə ilə əlaqədar kütləvi informasiya vasitələrinin istehsalı və yayımının dayandırılmasına xitam verilməsi. Yaxşı olardı ki, buradan doğru deyildi, 3-cü bənd çıxarılsın. Yəni, kütləvi informasiya vasitələrinin fəaliyyətinə hər hansı icra hakimiyyəti, yaxud hər hansı vəzifəli şəxs yox, ancaq və ancaq təhsisçinin qərarı və ya məhkəmənin hökmü ilə xitam verilsin. Sonra 8-ci və 48-ci maddələrdə qeyd olunur ki, jurnalistin məlumat almaq hüququ var. Yaxşı olar ki, bu bənd açıqlansın. Yəni, informasiya verməkdən imtina edən vəzifəli şəxsi hansı məsuliyyət daşıyır? 22-ci maddədə kütləvi informasiya vasitələrinə sponsorluq. Bu maddədə qeyd olunur ki, xarici ölkə vətəndaşları və ya təşkilatları da sponsorluq edər. Yaxşı olar ki, qeyd olunsun ki, gizli fəaliyyət göstərən xarici təşkilatların sponsorluğu qadağan olunsun. Eyni fikri 56-cı maddəyə də şamil etmək olar. Yəni, kütləvi informasiya vasitələrinin maliyyələşməsində xarici emisyonlarların maliyyə yardımına qadağa qoyulsun. Çünki onlar maliyyələşdirdiyi kütləvi informasiya vasitələrinə təsir etmək imkanı əldə edirlər və istədiyi kütləvi informasiya vasitələrini öz istədikləri yönəmək istiqamətə cəlb eləyə bilərlər. Və doğrudur, burada 15-ci maddə ilə əlaqədar da açıqlandı və təklif olundu ki, 15-ci maddə ləğv olunsun. Əgər belə olarsa, pərakəndəlik olmazmı? Yaxşı olar ki, kütləvi informasiya vasitələrinin dövlət qeydiyyatı məsələsi saxlanılsın. Və kütləvi informasiya vasitələrinin qeydiyyatı məsələsi ilə kim məşğul olacaqsa, qanunda dəqiq göstərilsin. Yəni, Mətbuat Nazirliyi mi, Ədliyyə Nazirliyi mi, yaxud hər hansısa bir təşkilat. Nəhayət, bir məsələyə də toxunmaq istəyirəm ki, təsisçi və ya baş redaktorun ali təhsilli olması məsələsi, bu gözəl bir maddədir. Ona görə ki, hazırda 8-ci sinif təhsil olan jurnalistlər var ki, qəzet buraxırlar. Bu da qəzetçilərin demək olar ki, nüfuzun aşağı düşməsinə səbəb olur. Bu maddə təqdirə layiqdir. Lakin arzu edərdik ki, qeyd olunsun ki, kütləvi informasiya vasitələrinin nəşri zamanı Azərbaycan dilinin orfoqrafiya qayda qanunlarına riayət olunsun. Bu günlərdə qəzetlərin birində tanınmış bir ziyalının şəkili çap olunmuşdu və orada həmin ziyalı haqqında məlumat verilmişdi. Mən dönə-dönə ziyalılarımızdan üzr istəyirəm. Deməli, həmin ziyalı haqqında, onun kitablarından söhbət gedir. Şəkilin üstündə, deməli, bir söz gedir, yəni vəsait sözü, şəkilin altında isə it. Yəni, bu cür faktlara yaxşı olar ki, qarşısı alınsın. Yəni, bu həm gülünç doğurur, həm də ziyalılarımızı təhqir edəməkdir. Yəni, bütün vasitələrdə redaktorlar ana dilimizin saflığı qorunması üçün də məsul olsunlar və cavabdeh olsunlar. Diqqətinizə görə çox sağ olun, minnətdaram. Qanun jurnalının baş redaktoru Şahbaz Xudiyev. Yoxdur.